Bəzən də günün sonunda, yəni 1 il keçir, 3 ay keçir, 6 ay keçir. Ayrılan, dağılan ailələr də olur. Yəni bu dəyərmi o qədər toya ayrılan vəsaitə? Yəni göstərişə o ailələrin dəyərmi? seçimidir. O mənim müdaxilə edəcəyim bir mövzu deyil. Mənim baxış açıma qaldıqda hər kəsin zövqü necədir, o günü ilə yaşamalıdır. Necə arzu edirsə, o günün içərisində olur. Nəticədə onun həyatdır. Məsəl üçün, mənə görə hər il nişan tək-tək ayrılıqda çox əziyyətli. Həm gəlinə, həm qarşı tərəfə. Məsələn, bunu ümumiləşdirib bir gözəl məclis gözəl ola bilər. Məsələn, o ikisini birləşdirib həm maddi cəhətdən, həm enerjisel cəhətdən daha gözəl bir iş ortaya çıxartmaq olar. Mən bilirsən həm ailələr yorulmamış olar, həm maddiyyat biraz düşər, həm belə deyim də yorğunluq az olar. Nəticədə hər il nişan hamısı gəlib eyni qapıya gəlib çıxacaqdır. Ona görə məncə hər şey... Mən bilirsən daha çox nəyi çox sevirəm? Bu nişan, toy, zaks. Bunların içində ən çox sevdiyim kəbir mərasimidir. Onu daha çox adət-ənənələrlə önə çıxartsalar, məncə də daha çox. Məsəl üçün, gəlinimiz kəlağayda əyləşsə, qırmızı libas, yaşıl libas, İslamı əks etdirən, bəyimiz kostyum gəlib başına milli araqçın məsəl üçün qoya bilər. Mən bunların özüm yaşamışam. Ay, nə gözəl. Nə gözəl, bəli.